Hamıya salam. Bugünkü videoda bərabərsizliklər mövzusundan 9-cu sinif buraxılış imtahanına düşmüş sualların izahını paylaşacağam. Videoya başlamamışdan qabaq bunu qeyd etmək istəyirəm ki, sualların bəzilərində doğru cavab variantlarda qeyd olunmayıb. Hər sualın doğru cavabını izahın sonunda qeyd edəcəm. Başlayaq sualların izahına. Birinci sual. 8-də 1 ilə 8-də 3 ədədlərini müqayisə edin. Məxrəcləri bərabər olan kəsirlərdən surəti böyük olan kəsir böyükdür. Yəni 8-də 3, 8-də 1-dən böyükdür. Cavab olur B variantı. İkinci sual. 9-da 7, 9-da 4 bərabərsizliyinin doğru olması üçün ulduz işarəsinin yerinə nə yazılmalıdır? Bu kəsirlərin də məxrəcləri bərabərdir. Deməli, surəti böyük olan böyükdür. 9-da 7 böyükdür 9-da 4-dən. Cavab D variantı. Üçüncü sual. Bərabərsizliyin doğru olması üçün ulduz işarəsinin yerinə nə yazılmalıdır? Bu kəsirlərin də məxrəcləri bərabərdir. Onda 8-də 5 kəsir 8-də 3 kəsirindən böyükdür. Cavab C variantı. Dördüncü sual. Ən böyük tam ədədi tapın. Hər tərəfi 4-ə vuraq. X kiçikdir -8. -8-dən kiçik ən böyük tam ədəd -9 olur. 5-ci sual. Bərabərsizliyin neçə tam həlli var? X-in ala biləcəyi qiymətləri yazaq. 1, 2, 3, 4 və 5. Deməli, bu bərabərsizliyin 5 tam həlli var. Cavab C variantı. 6-cı sual. Bərabərsizliyi həll edin. 15-i sağ tərəfə keçirdək. 3x kiçikdir 15. Hər tərəfi 3-ə bölək. X kiçikdir 5. Deməli, doğru cavab olur mənfi sonsuzluqdan 5-ə qədər. E variantı. 7-ci sual. Bərabərsizliyin ən kiçik həllindən 10 vahid böyük olan ədədi tapın. X üstəgəl 13 böyük bərabərdir 17-dən. X böyük bərabərdir 4-dən. Bərabərsizliyin ən kiçik tam həlli 4-dür. Bundan 10 vahid böyük olan ədəd olur 14. Cavab C variantı. 8-ci sual. 2,2 kiçikdir x kiçikdir 13 bərabərsizliyinin tam həlləri çoxluğundan təsadüfi götürülmüş ədədin sadə ədəd olması ehtimalını tapın. İlk öncə x-in ala biləcəyi tam həlləri yazaq. 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Bu bərabərsizliyə görə x 10 dənə tam ədəd ala bilər. İndi isə bu ədədlərin içərisindən sadə olan ədədləri seçək. 3, 5, 7 və 11. Hadisənin ehtimalını tapaq. P bərabərdir. Məxrəcdə mümkün olan halların sayını yazmalıyıq. 10 dənə mümkün hal var. Surətdə isə əlverişli halların sayını yazırıq. Yəni, sadə ədədlərin sayı. 3, 5, 7, 11. 4 dənə sadə ədəd var. Deməli, bu hadisənin ehtimalı olur 0,4. Cavab C variantı. 9-cu sual. Bərabərsizliyin ən kiçik tam həllini tapın. Bərabərsizliyi kəsirdən azad etmək üçün hər tərəfi 3 və 4-ün əkobuna vuraq. Yəni 12-yə. 12y çıxılsın. 12-yə vursan 4 ixtisar gedir 3 qalır. 3 vur 2y üstəgəl 1 böyük bərabərdir. Sağ tərəfi 12-yə vuranda 3 ixtisar gedir 4 qalır. 4y çıxılsın 3. Bu bərabərsizliyi həll edək. 12y çıxılsın 6y çıxılsın 3. Böyük bərabərdir. 16y çıxılsın 12. 12y çıxılsın 6y. 6y çıx 3. Böyük bərabərdir. 16y çıxılsın 12. Mənfi 10y böyük bərabərdir. Mənfi 9-dan. Hər tərəfi mənfi 10-a bölək. Onda işarə dəyişir. Y kiçik bərabərdir 0,9-dan. Sualın şərtində problem var. Burada ən kiçik yox, ən böyük tam həlli soruşmalı idi.
y kiçik bərabərli 0,9 olanda bu ifadənin ən böyük tam həlli olur 0. 10-cu sual. Bərabərsizliyi həll edin. Hər tərəfi 3-ə vuraq. Mənfi 2x kiçik bərabərdir mənfi 36-dan. Hər tərəfi mənfi 2-yə bölək, onda işarə dəyişir. X böyük bərabərdir 18. Doğru cavab olur 18 müsbət sonsuzluq. Cavab A variantı. 11-ci sual. Bu bərabərliklər doğru olarsa, modulda x çıx y ifadəsinin ən böyük qiymətini tapın. Bu iki bərabərsizliyi toplamaq lazımdır. Amma bundan əvvəl y-i mənfiyə vurmalıyıq. Mənfi 3 kiçikdir x, kiçik bərabərdir 7. Y isə hər tərəfini mənfi 1-ə vurub yenidən yazaq. Mənfi 5 kiçik bərabərdir mənfi y, kiçik bərabərdir mənfi 2 olur. Daha sonra bu bərabərsizlikləri toplayaq. Mənfi 8 kiçik bərabərdir x çıx y, kiçik bərabərdir 5. X çıx y ifadəsi mənfi 8 qiymətini ala bilər. Əgər biz bu ifadəni modulun içərisinə salsaq, modulda x çıx y, onda bu ifadə 8 qiymətini ala bilər. Qalan qiymətləri yerinə yazanda isə ifadənin ən böyük qiyməti alınmır. Deməli, modulda x çıx y ifadəsinin ən böyük qiyməti 8-ə bərabər olur. Cavab D variantı. 12-ci sual. Bərabərsizliyi həll edin. Y-i sol tərəfə keçirdək. Mənfi 45y böyükdür mənfi 15-dən. Hər tərəfi mənfi 45-ə bölək. Y kiçik olur 3-də 1-dən. Cavab mənfi sonsuzluq 3-də 1 Y variantı. 13-cü sual. Bərabərsizliyin neçə tam həlli var? İlk öncə bu ifadəni vuruqlara ayıraq. X çıx 5, x üstəgəl 5, kiçik bərabərdir 0. İntervallar üsulu ilə bunu həll edək. 1 kökü olur mənfi 5, 1 kökü olur 5. 5-dən böyük 6 qoysaq ifadə müsbət alır. 0 qoysaq mənfi 6 qoysaq müsbət qiymət alır. Bizdən 0-dan kiçik qiymət lazımdır. Deməli, x-in daxil ola biləcəyi aralıq mənfi 5, 5 aralığıdır. İfadənin neçə tam həlli var? Bunu tapmaq üçün isə 5 çıxılsın mənfi 5, üstəgəl 1-i hesablamaq lazımdır. Cavab olur 11. B variantı. 14-cü sual. Bərabərsizliyi həll edin. Bərabərsizliyi həll etməmişdən qabaq bu ifadənin ala biləcəyi qiymətlərə baxaq. X kvadratının ala biləcəyi ən kiçik qiymət 0-dır. 0-ın da üstünə müsbət ədəd gəlib, deməli bu ifadənin qiyməti həmişə müsbət olur. Ona görə də biz bu ifadəni nəzərə almadan yerdə qalan mötərizəli ifadələri hesablaya bilərik. X çıx 3 böl x üstəgəl 2 böyük bərabərdir 0. Kökləri olur mənfi 2, 3. İntervallar üsulu ilə bunu həll edək. Mənfi 2, 3. 4 qoysaq müsbət, 0 qoysaq mənfi 3 qoysaq müsbət aralıq olur. Bizə müsbət aralıq lazımdır. Yəni bu aralıqlar lazımdır. Mənfi sonsuzluqdan mənfi 2-yə, 3-dən müsbət sonsuzluğa. Məxrəzdəki ifadəyə fikir verək. Əgər x mənfi 2-yə bərabər olarsa, məxrəcin mənası qalmır. Deməli, x mənfi 2 qiymətini ala bilməz. Onda biz buradakı mənfi 2-nin mötərizəsini dəyişib belə yaza bilərik. Cavab bu çoxluq olur. 15-ci sual. Bərabərsizliyi ödəyən ən böyük tam qiyməti tapın. Hər tərəfi 4-ə vuraq. X kiçikdir mənfi 16. Mənfi 16-dan kiçik ən böyük tam ədəd mənfi 17 olur. 16-cı sual. Ən kiçik tam həlli tapın. Kəsirləri məxrəcdən azad etmək üçün 2 və 3-ün əkobuna vuraq. Birinci kəsiri 6-ya vursaq, 6 ilə 2 ixtisar gedir. 3 vur 3x çıxılsın, 6 ilə 3 ixtisar gedir, 2 vur 4x qalır. Kiçikdir 6 vur 5, 30.
9x çıx 8x kiçikdir 30. X kiçikdir 30. Bu sualın şərtində problem var. Ən kiçik yox, ən böyük tam həlli tapılmalıydı. Onda x-in ala biləcəyi ən böyük qiymət 29 olur. 17-ci sual, bərabərsizliyi həll edin. 6-nı sağ tərəfə keçirdək. 2x kiçik bərabərdir -6. X kiçik bərabərdir -3. Cavab olur mənfi sonsuzluq -3. 18-ci sual, şərti ödəyən ən böyük tam ədədi tapın. 6-nı sağ tərəfə keçirsək, x kiçik olur 12-dən və x-in ala biləcəyi ən böyük tam ədəd olur 11. B variantı. 19-cu sual, şərti ödəyən ən kiçik tam ədədi tapın. 9-u sağ tərəfə keçirdək, x böyük olur 21-dən. X-in ala biləcəyi ən kiçik tam qiymət 22-dir. Cavab A variantı. 20-ci sual, bərabərsizliyi həll edin. Mötərizəni vurub açaq. 6 çıxılsın 3x çıx 6 böyükdür 8 çıxılsın x. Bu x-i sol tərəfə keçirsək, -2x böyükdür 8 olur. Hər tərəfi -2-yə bölsək, x kiçikdir -4 olur. Cavab olur mənfi sonsuzluq -4. 21-ci sual, bərabərsizliyi ödəyən neçə natural ədəd var? Bu bərabərsizliyi mötərizə formasına salaq. 32, 42 aralığı. Mötərizənin biri daxil deyil, biri daxildir olarsa, onda bunu ödəyən tam ədədlərin sayını tapmaq üçün böyükdən kiçiyi çıxırıq. Cavab olur 10. C variantı. 22-ci sual, bərabərsizliyin ən böyük tam həllini tapın. Hər tərəfi -1-ə vuraq. X kvadrat çıxılsın 2x çıxılsın 3 kiçikdir 0. Hasili -3, cəmi isə müsbət 2 edən ədədlər müsbət 3 və -1-dir. Hasili -3 elədi, cəmi isə müsbət 2 elədi. İntervallar üsulu ilə bunu həll eləyək. -1, müsbət 3. 3-dən böyük 4 yazsaq, ifadənin qiyməti olur müsbət. 0 yazsaq mənfi, -2 yazsaq müsbət olur. Bizə 0-dan kiçik aralıq lazımdır, yəni bu aralıq. -1, 3. Bərabərsizliyin ən böyük tam həlli olur 2. Cavab E variantı. 23-cü sual, bərabərsizliyi ödəyən x-in ən kiçik qiymətini tapın. Hər tərəfi 2-yə bölək. X böyükdür 2-dən. X-in ən kiçik qiyməti olur 3. X-i sol tərəfdə saxlayıb 6-nı sağa keçirdək. -x kiçikdir -3-dən. Hər tərəfi -1-ə vuraq. X böyükdür 3-dən. Cavab 3 müsbət sonsuzluq. 25-ci sual, bərabərsizliyin ən kiçik tam qiymətini tapın. Bir dəfə mötərizənin içərisindəki ifadənin müsbət olduğunu nəzərdə tutub olduğu kimi açırıq. Bir dəfə isə hər tərəfi mənfiyə vururuq. 2 çıxılsın 3y böyük bərabərdir -5-dən. Bu ifadələri həll eləyək. -3y kiçik bərabərdir 3-dən, y böyük bərabərdir -1-dən. -3y böyük bərabərdir -7-dən, y kiçik bərabər olur 2/3-də 1-dən. -1-dən böyük, 2/3-də 1-dən isə kiçik qiymətlər alır. Bizdən bərabərsizliyin ən kiçik tam qiymətini soruşur. Ən kiçik tam qiyməti olur -1. 26-cı sualda eyni tipli sualdır. Mötərizənin içərisindəki ifadənin müsbət olduğunu nəzərdə saxlayıb olduğu kimi açırıq. Bir dəfə də mənfiyə vurub açırıq. Böyükdür -12-dən. 2x kiçikdir 16-dan, x kiçikdir 8-dən. 2x böyükdür -8-dən, x böyükdür -4-dən. -4-dən böyük, 8-dən kiçik qiymətlər alır. Cavab C variantı. 27-ci sual, bərabərsizliyin tam həllərinin cəmini tapın. 2x üstəgəl 5, 0-dan böyük olarsa olduğu kimi açırıq. 2x üstəgəl 5 0-dan kiçik qiymət alarsa mənfiyə vururuq.
2x kiçikdir 4-dən, x kiçik olur 2-dən. 2x böyükdür -14-dən, x böyükdür -7-dən. -7-dən böyük, 2-dən kiçik qiymətlər alır. Tam həllərin cəmini soruşur. -6, -5, -4, -3, -2, -1, 0, 1. Bunları toplayaq. Bu ədədlərin cəmi olur -20. 28-ci sual. Bərabərsizliyini ödəyən y-in ən böyük tam qiymətini tapın. Mötərizəni açaq. 2,6 çıxılsın 5, üstə gəl 2y kiçikdir 6-dan. 2y çıxılsın 2,4 kiçikdir 6-dan. 2y kiçikdir 8,4-dən, y kiçik olur 4,2-dən. Y-in ən böyük tam qiyməti olur 4. 29-cu sual. Bərabərsizliyi həll edin. Hər tərəfi 5-ə bölmək kifayət edər. X böyükdür 5-dən. Cavab A variantı. 30-cu sual. Y-in ən kiçik tam qiymətini tapın. İlk öncə bu bərabərliyi həll edək. X üstə gəl 2y bərabərdir 4y. X bərabər olur 2y-ə. İndi isə bu bərabərsizlikdə x-in yerinə 2y yazaq. 7 kiçikdir 2y üstə gəl y kiçikdir 20. 7 kiçikdir 3y kiçikdir 20. Hər tərəfi 3-ə bölək. 7 böl 3. 2 tam 3-də 1 kiçikdir y kiçikdir 6 tam 3-də 2-dən. Y-in ən kiçik tam qiyməti 2 tam 3-də 1-dən böyükdür, yəni 3. Cavab A variantı. 31-ci sual. A-nın hansı qiymətində bərabərsizliyin həllər çoxluğu -4 müsbət sonsuzluq aralığında yerləşir? -4 müsbət sonsuzluq aralığı o deməkdir ki, x -4-dən böyük qiymətlər alır. Onda bu bərabərsizlikdə x-i tək saxlayıb, sağdakı ifadəni -4-ə bərabər eləmək lazımdır. Bərabərsizliyi sadələşdirək. -a çıxılsın 3x kiçikdir -2-dən. -3x kiçikdir -2 üstə gəl a-dan. Hər tərəfi -3-ə bölək. X böyükdür -2 üstə gəl a bölünsün -3. X böyükdür bu ifadədən. Burada da x böyükdür -4-dən. Deməli, sağdakı ifadə -4 qiymətinə bərabər olmalıdır. -2 üstə gəl a bölünsün -3 bərabərdir -4. -2 üstə gəl a bərabərdir 12. A bərabər olur 14-ə. Cavab 14. 32-ci sual. Bərabərsizliyi ödəyən natural ədədlərin hasilini tapın. X-in ala biləcəyi qiymətləri yazaq. 2, 3, 4, 5. İndi bunların hasilini hesablayaq. 2 vur 5, 10, 3 vur 4, 12. 12 vurulsun 10, cavab olur 120.